Yanğın təhlükəsizliyi evlərdə istilik cihazlarından düzgün istifadə. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mingəçevir və Zaqatalada bu mövzuda sakinlər və məktəblilər arasında maarifləndirmə işləri aparır. Qışın gəlməsi qızdırıcı vasitələrdən düzgün istifadə etməmə ucbatından baş verən bədbəxt hadisələrin də sayını artırdı. Bəzən qızınmaq üçün istifadə edilən qeyri-standart qızdırıcılar faciəyə gətirib çıxarır. Bunun qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyi Aran Regional Dövlət Yanğın Nəzarət İdarəsi Mingəçevirdə orta məktəblərdə və yeni həyat masivində məskunlaşan məcburi köçkünlərlə maarifləndirmə işləri aparıb. Standarta uyğun olmayan elektrik peşləridir, digər qızdırıcı cihazlardan istifadə etməyin. Onun inanın ki, eyni qiymətədir. Bu dəqiqə sağ olsun, bu mağazalarda hər cürə istiverici də varımızdır. Yəni o qızdırıcı cihazlarımız var, özdə sertifikatı olanlar var. Və onlar da təhlükəsizliyi təmin olunmuş cihazlardır. Onlardan alıb istifadə etmək lazımdır. Regional Dövlət Yanğın Nəzarət İdarəsinin işçiləri mənzilləri qapı-qapı gəzərək vətəndaşlara xəbərdarlıq edib. Onları ehtiyatlı olmağa çağırıblar. Allah köməyiniz olsun. Gəldiniz, bizi nəzarət elədiniz, baxdınız. Bugünkü tədbirimizin məqsədi Mingəçevir şəhərində məktəblərdə, eləcə Qaşqın şəhərciyində məskunlaşıb məcburi köçkünləri qış mövsümündə baş verə biləcək yanğın hadisələrinə, qaz sızmalara, dəm qazına zəhərlənmə hadisələrinə qarşı maarifləndirməkdir. Evlərə baxış zamanı çoxlu sayda təhlükəsizlik qaydalarının pozulması hal aşkarlanıb. Yanğın təhlükəsizliyi Zaqatala Araz kursunda keçirilən tədbirdə də gündəmdə olub. Tədbirdə şagirdlərə təbii qaz qızdırıcılarından, elektrik işlədicilərindən istifadə qaydaları barədə geniş məlumat verilir. Yanğın söndürücü avadanlıqlardan istifadə qaydaları